10.3 Alqoritmin növləri. Birinci sual. Müəyyən şərtdən asılı olaraq bu və ya digər addımlar arasında yerinə yetirilməsi təmin edən alqoritm necə adlanır? Şərtdən asılı olanda budaqlanan alqoritm adlanır. 1-ə D, 2. Hər hansı bir addımların təkrar yerinə yetirilərsə, alqoritmin hansı növünə aiddir? Dövrü alqoritmdir. Təkrarlanan alqoritm 2-yə C variantı. Üçüncü sual. Alqoritm növləri xətti budaqlanan dövrü 3-ə D variantıdır. Dördüncü sual. Gün ərzində marşrut avtobusların hərəkəti hansı növədir? 4D variantıdır. Beşinci sual. X-in 1-dən 10-a qədər qiymətlərində funksiyanın qiymətinin hesablanması hansı növ alqoritmə aiddir? Beşinci sualda da 1-dən 10-a qədər qiymətlərin hesablanması dövrəyə aid. 2 və 2A və B tam ədədin cəmi hesablanması hansı alqoritmə aiddir? 6-ya E variantı xətti. 7 ixtiyari X tam ədədinin kubunun hesablanması hansı növ alqoritmə aiddir? 7-ci sual B variantı, bu da ixtiyari dediyi üçün xəttidir, yəni istənilən bir. Burada 1-dən 10-a qədər deyibsə, bu dövr içərisində sadəcə 1-dən 10-a qədər qiymətləri qeyd edir. Sonra 7 B variantı. 8-ci sual. Düzbucaqlığın sahəsinin və perimetrinin hesablanması alqoritmi nələr daxil etməlidir? Eni və uzunluğu daxil edilməlidir. Hesablanması düzbucaqlığın eni və uzunluğu. 8A variantı. 9-cu sual. Hansı struktura malik alqoritmlərdə onun bir hissəsi müəyyən şərtdən asılı olaraq təkrarlana bilər? Dövrəyə aiddir. 9-da A variantıdır.